kürəkdə olan ağrının qola vurması, soyuq tər, təngi nəfəslik və s. Bu son zamanlar çox yayılan ürək tutmalarının ilkin əlamətləridir. Kardioloqlar bildirirlər ki, infarkt özünü qadın və kişilərdə fərqli simptomlarla biruzə verir. Məsələn, qadınlarda ağrılar sinə ilə bərabər çənə, çiyin nahiyəsinə də vurur. Heç bir sinədəki ağrını həfifə almaq olmaz. Çox yüngül infarkt deyirik. Əlbəttə ki, yüngül bu söhbət onun simptomlarından və insanda müşahidə etdiyimiz əlamətlərdən irəli gələrək yüngül deyirik. Heç bir infarkt yüngül deyil. Kiçik infarkt, mikroinfarkt belə deyilən loru sözlərdir. İnfarkt əgər keçirirsə və yaxud şübhəmiz var ki, filan kəs infarkt keçirirsə, biz nəyi burada bilməliyik? Yəni ilk yardım göstərmək üçün təzyiq düşübsə, düşünürüksə, o zaman ayaqlarını göyə qaldırmaq lazımdır ki, ürəkdən uzanıb olaraq ayaqlar həmişə yuxarıda olsun ki, ayaqlarda toplanan qan ürəyə doğru getsin, başa doğru getsin. Huşunu itirmək, təzyiqin düşməsi isə ürək tutmalarının ağır forması hesab olunur. Bu zaman ilkin tibbi müdaxilə şərtdir. Lakin bunun üçün ilk növbədə halı pisləşən şəxsin ürəyinin döyündüyündən əmin olmaq lazımdır. Ürək tutmaları zamanı pasiyentə ilkin yardım olaraq adətən ürək masajı olunur. Lakin bu proses isə yalnız xəstənin nəbzi vurmadığı halda edilməlidir. Ürək tutmaları ağrılarının intensivliyi 5 dəqiqədən 15-20 dəqiqəyədək davam edə bilir. Ümumiyyətlə, infarktın qarşısının alınması üçün ildə bir dəfə müayinədən keçmək tövsiyə olunur. Kimlər elektrokardioqram olmalıdır? Profilaktik olaraq 40 yaşdan yuxarı kişilər, 50 yaşdan yuxarı qadınlar həyatlarının müəyyən bir dönəmində mütləq elektrokardioqram olmalıdır. Amma xəstədə simptomlar vardırsa, sinə ağrısı, təngi nəfəslik, aritmiya, huşun itməsi, bayılma, halsızlıq, boğulma kimi hisslər vardırsa, pasiyentlərin məsələn ailə öyküsündə əmi, dayı, xala, bibi, ana, ata, birinci dərəcəli ailə qohumlarında qəfləti ürək ölümləri vardırsa, bu pasiyentlər mütləq EKG olunmalıdır. Həkimlər deyirlər ki, adına qəfil ürək tutmaları deyilsə də bu ölümcül xəstəlik bir göz qırpımında baş vermir. Əslində bu, daxildə gizli gedən proseslərin nəticəsidir. Xüsusilə də düzgün qidalanmamaq və energetik içkilərdən həddən çox istifadə xəstəliyi daha da sürətləndirir. Gənclər bugün daha çox bu energetik içkilərə meyillidir. Bunlar miyokardı, ürək əzələsini yorur. Çünki bunun tərkibində olan maddələr ürək döyünməsini, xüsusilə kofein, taurin ürək döyünmələrini artırır və bu da əlavə olaraq ürəyə yükdür. Mümkün qədər az qida qəbul etmək və çox hərəkət etmək, sağlamlığın əsas rəhni budur. Bunlar ürəkdə əlavə oyanma ocaqlarına, xüsusilə mədəciklərdə səbəb olur. Mədəcik ekstrasistaliyasına gətirib çıxara bilir. Həmçinin yuxu rejimi və oturaq həyat tərzi də bu kimi bir sıra fəsadlara yol aça bilir. Artıq çəki və bunun nəticəsində gedən piylənmə də ürəyə zərər verən amillərdəndir. Aydan Əliyeva, Əli Abbasov, Gülnar Elqar qızı, Tele Səhər.